Adım Denisdir. 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycanda əsgərliyə gəlmişəm. Naxçıvanda qulluq eləmişəm. Qulluq eləyəndən sonra gəldim, başladım Bakı Beynəlxalq Dəniz Ticarətdə limanında işləməyə. İxtisası da o məndə marketinqdir. O sferada çox işləyirdim. Evli olmuşam. Ondan sonra bir vaxt olub ki, həyatda qərara gəlmişəm ki, bu dünyanı necə deyim ki, görmək istəyirəm. Başladım Türkiyədə işləməyə, turizmdə. Taylandda da işləmişəm, Phuketdə, barmen vəzifəsində. Ümumiyyətlə, bir çox Avropa ölkəsində oradan da getdim. 16 il başqa digər ölkələrdə işləmişəm və gəzmişəm, işləmişəm, səyahət eləmişəm. Ondan sonra da qayıtdım Azərbaycana, deport eləyiblər mənə. Azərbaycana gələndən sonra depressiyaya düşdüm. Alkoqol, içkinin həddini aşmağa başladım ki, bu depressiyadan çıxım, amma kömək eləmədi, daha da pis oldu. Həyatım bütün sferanı darmadağın etdim ki, bu alkoqola görə. Başladım çöldə qalmağa. Çöldə qalan zaman çox əziyyətləri görmüşəm, skameykalarda yatmışam, badvallarda yatmışam, bloklarda qalmışam. Ümumiyyətlə, elə gün olub ki, ac qalmışam, elə pulsuzluq çox mənə zərbələr etdi. Amma özümdə, yenə də deyirəm, Allaha şükür ki, reabilitasiya mərkəzinə düşdüm. Reabilitasiya mərkəzində müalicəni başladım almağa. Yenə də minnətdarlıq var bu Təmiz Həyat Reabilitasiya mərkəzinə məni götürdü və təmənnasız 9 ay orada müalicə aldım. Özümdə güc tapdım. Yenə də deyirəm, bu güc mənə insanlar, cəmiyyət tərəfindən və özüm yaşamaq istəyi hissindən gələn motivasiya oldu mənə ki, ayıq yaşayım və cəmiyyətdə faydalı olaraq bir vətəndaş kimi qayıdım sağlam həyata, ayıq həyata, sağlam həyata. İndi şükür olsun, özümü yaxşı hiss edirəm və hər bir insana motivasiya verirəm ki, özündə, daxilində istək və düzgün yolunu seçib bu həyatın hər bir anı həzzi almaq lazımdır. Bakıda bir vaxt olub şirkət müdürü olmuşam. Geoloji Globus Industria Community şirkət müdürü olmuşam o vaxt. Əlbəttə ki, mən məclislərdə olmuşam, içki istifadə eləmişəm, bağlı içkilərdə, belə tenderlərdən sonra, biznes görüşlərindən sonra əlbəttə ki, gözəl bir restoranlardan vaxtını keçirmişəm özüm biznes partnyorlarla. Normaldır, amma heç bir hiss eləməmişəm, yəni o içkiyə görə heç bir vərdiş, asıllığım hiss eləmədim. Sən demə, o vaxtda mənim var idi, yəni içimdə var idi o. Ondan sonra elə bir ki, mən o Avropadan qayıdandan sonra o depressiyaya düşməyimə görə depressiyaya düşdüm və depressiyanı sakitləşdirmək üçün bu xəstəlik, asıllıq məndə üzə çıxdı və mən çox bir halda alkoqol istifadə etməyə başladım. Çünki yenə də depressiyadır, özünü çox pis hiss edirdim, ona görə də dura bilmirdim də. Bu fikirlər ki, mən potensiallı o insan olaraq belə bir vəziyyətə gəldim, çıxdım. Mən bu fikirlərlə razılaşa bilmirdim və bu fikirlərdən qaçmaq üçün hər gün alkoqol axtarışında idim. Vaxt var idi ki, mən şəhərimizin parkın birində idim və bir insan mənim yanımdan keçəndə qayıdıb mənim yanıma və soruşdu ki, mən burada yaxında qalıram, sən hər gün burada görürəm, burada yəni nə olub da sənə, həmişə də burada oturursan. Dedim, mənim vəziyyətim belədir, yəni 4 dənə dil bilirəm, turizmdə işləmişəm, turizmin mütəxəssisəm mən. Ümumiyyətlə, belə Avropadan qayıtmışam, Skipholdan, Amsterdamdan axırıncı dəfə və gördüm ki, yəni oradan bu sıxılmaz vəziyyətlə oldum, yəni dost tanış olmadığı üçün, dostlarım qalmadığı üçün, heç kim olmadığı üçün, heç bir əlaqə yox idi dostlarımla, keçmiş danışlarımla, çünki vaxt çox da həm də keçib. Bu mənə qayıtdı, dedi ki, çıxartdı cibindən pul verdi mənə.
Mən o pulu ala bilmirdim. Çünki mən o pulu almağa utanırdım da. Yəni mən elə fikirləşirəm ki, yəni mən indi hal-hazırda şükür olsun sağlamam. Hər bir əlim ayağım işləyir. Normal bir danışa bilirəm. Mən o həmən pulu qazanmağa layiqli bir insan olduğu üçün mən o pulu qəbul edə bilmirdim. Və o mənə o pulu verəndə, yəni uzatdı, dedim yox, uzatdı, dedim yox. Axırda da mən o pulu götürəndə elə bir başında bir dənə belə bir yəni belə bir nəsə olub da belə elə bir ki nəsə oldu da məndə. O momentdə mənim gözümdən yaş başladı axmağa ki, çox bəlkə mənim elə bir ki gözüm elə bir ki açmışam, reallığa baxıram ki, belə olmaz, belə davam ola bilməz. Bu yol deyil. Bu yol sonda uçuruma aparır. Amma mən o uçurumda olmağını layiqli o insan deyiləm. Yəni mənim yenə də deyirəm, mən özümə bilirəm ki, mən potensiallı bir insanam. Mən ümumiyyətlə zirvələrə çata bilərəm. Çatmışam da bu həyatda. Düzdür, padeniyalar da var idi. Hardasa yenə bir balaca aşağı düşəndə yenə də özümdə güc həmişə tapırdım və yenə də zirvələrə qalxırdım. Yəni bilirəm ki, yəni məndə o var. O potensialdır, o məqsədlərə çatmaqdır. Bürcüm qoç olduğunu da inanırdım ki, yəni mən doğrudan da bilirəm ki, məndə o alınacaq. Bu momentdə mən çox belə maraqlı bir hissləri yaşadım. Və dedim ki, başladım əlbəttə ki, mən bu həyatda belə deyim, özümdən daha bir gücə inanan bir insanam yenə də. Yəni belə Allah həmişə mənim yanımdaydı, həmişə. Başladım dua etməyə. Mən duaları o qədər də çox bilmirəm açığı. Yəni belə duaları da bilməsəm də mən öz dilimlə danışıram. Yəni özümdə danışıram. Dedim ki, yəni sən bilirsən ki, yəni mən bu dünyaya buna görə gəlməmişəm. Mən belə gündə olmağımdan layiqli deyiləm. Çünki bu dünyada mən heç bir insana pisliyi heç vaxt eləməmişəm. Həqiqətən də elədir. Yəni ümumiyyətlə mən vaxt var idi, mən xəstəxanada Semaşkada olanda bir qadın koridorda ağlayanda çıxdım, gördüm ki, onun oğlu rəhmətə gedib və qohumları olmadığı üçün, kömək etməyə olmadığı üçün mən o həmənki oğlunun meyidini reanimasiyadan daxil oldum və reanimasiyadan götürdüm, kömək etdim və düşdürdüm aşağı. Bu həyatda mən Qalandiyada, xarici ölkələrdə də həmişə çöldə qalan insanlara kömək eləyirdim. Darda olan, diblərdə olan insanları qaldırmaq üçün, hətta onlara yaşamağa istəyi, motivasiya verirdim. Onlara əhval-ruhiyyəni qaldırmağa çalışırdım. Yəni mən ümumiyyətlə öz enerjimi, pozitiv enerjimi ötürmək istəyirəm insanlara. Hansı ki diblərə düşüb və mən soruşdum ki, niyə görə? Mən əgər, əlbəttə ki, niyə mən bu vəziyyətə düşdüm və belə niyə oldum mən belə? Və niyə belə diblərdə? Əlbəttə ki, öz-özümlə danışıram. Mən danışıram, daha bir güclü qüvvə ilə danışıram. Yəni özümdə danışıram. Bu skameykada göz yaşlarım da tökülür. Ondan sonra mən o hisslərimi yenə də dözə bilmədim. Getdim içki içdim və dükanların birinin qabağında uzandım və mənə yuxu apardı. Yuxu aparandan sonra gözlər açanda gördüm ki, gözümə inanmadım, gördüm bir xanım durub. Dedim, mən biraz bir balaca sarkazm, şirin zarafat olduğu üçün dedim, ya bu sən kimsən ki, yəni bu nədir mənim gözüm qabağına gəlib, belə hardan gəlmirsən də? Dedi ki, heç nə, mən sənə çəkiliş edirəm, sən nə gözəl bir adamsan, sən nə gözəl bir oğlansan, sən niyə burada uzanmısan, belə deyək, betonda da, yəni dükan qabağında betonda bir hündür yer. Mən də dedim ki, yəni belə gəlmişəm, belə də, yəni bölüşdürmək istəmirəm, belə çəkmək istəyən çək. Dedi ki, mən sənə yemək almaq istəyirəm. Dedim, yox, mənə yemək lazım deyil. Mənim yeməyim var. Yəni mən o vaxt elə mənim yanında bir çörəyim var idi. Dükanda almışdım. Yumuşaq çörəkdir, dedim mən çörək yeyərəm də. Yəni mən əsas odur ki, faktiki olaraq mən ac deyiləm. Əsas odur. Yəni o çörək yanında nəsə olsa, indi mən o durumda deyirəm ki, mən onu yeyeyim.
Mənə düz başa düşürsünüz. İndi hal-hazırda çörəyim varsa, mən çörəyimi yeyərəm. Amma xanımdan indi hal-hazırda mən fiziki olaraq sağlam adam, mən ondan nəsə deyim ki, mənə dükandan yemək alsın, ya kebab alsın, ya da pul versin, ya nəsə yemək alsın, yox, mənə yox. Yəni ümumiyyətlə kömək etmək olur. Məsələ mənəviyyat olaraq, maddiyyat olaraq yox, mənəviyyat olaraq. İnanırsınız, bu xanım mənim yanında otursa və biraz mənlə bir saat danışsa, mən ürəyimi boşaltsa ona, danışsam oynan, bu mənə daha da rahat olardı. Bu qadın çəkəndən sonra gördüm, bir bəy gəlib və dedi ki, səni reabilitasiya mərkəzinə göndərmək istəyirik. Və ondan sonra Tərlan gəlib, Tərlan da reabilitasiya mərkəzinin rəhbəridir, Təmiz Həyat Reabilitasiya Mərkəzini. Dedi ki, mən o vaxt bilmirdim ki, reabilitasiya mərkəzi nədir. Dedi ki, mən səni reabilitasiya mərkəzinə aparıram, təmənnasız. Dedim, nədir o? Dedi, 4 mərtəbəli villadır, normal bir özünə gələrsən və bu içkidən azad olarsan. Normal bir insan olaraq, məntiqli olaraq, əlbəttə ki, mən razılaşdım. Razılaşdım, sağ olsun, apardı və mən düşdüm reabilitasiyaya. İndi də ondan da çıxandan sonra gördüyünüz kimi. Həyat, talih yolların zərbələri, mən belə deyərdim də. Talihin yolların zərbələri cürbəcür olur. Elə bil ki, zəlzələnin var da, balları var. Talih yolların zərbələri də balları var. Yəni, elə bir zərbə olur ki, 12 bal olur. Elə bir zərbə olur ki, 4 bal, 3 bal, 5 bal. İndi 3-4 bal, 5 bala kimi heç bir şey dağılmır. Dağıdıcı zərbələr deyil də, belə deyim. Amma 12 bal, 10 bal, o dağıdıcı zərbələrdir. Mənim atam mənim dayağım idi. Əlbəttə ki, hər bir insan bilir ki, ata, valideyn dayaqdır. Yəni, necə, valideyn dayaqdır uşaq üçün. Amma mən birdən-birə gördüm ki, atam getdi işə və gəlmədi evə. Mən də dedim ki, yəni, bir gün ki, gedib başqa bir işdə, altı bazar işləyir. Gördüm, altı bazar gəlməyib, birinci gün, ikinci gün gəlməyib. Dedim, bəlkə qonaq getdi, dostların, tanışların, iş yoldaşlarının yanında. Çətindir, əlbəttə ki, biraz bunu danışmağa və düzdür, hələ oradan başlayıb hər şey. Və atam gəlməyəndən sonra mən əlbəttə ki, məcbur oldum ki, polisə müraciət edeyim. Mənim o vaxt belə 22 yaş olardı, o radələrində. Mən də elə bir ki, polis də axtarırdı. Mənə gündə zəng eləyirdilər ki, hansı bir morqdan, dedi ki, sizin atanız belə görünür, belə görünür, oradan bir tapmışıq, buradan bir tapmışıq. Mən gedirdim baxmağa. Əlbəttə ki, içimdən cəhənnəm yaşayırdım. Çox pis olurdum ki, o meyitləri görə-görə. Ondan sonra mən qərara gəldim ki, xəstəxanaları bir-bir gəzim. Bir-bir gəzdim, bütün xəstəxanaları gəzdim. Şəhər xəstəxanaları, Respublikanski mərkəz xəstəxanasından tutmuş. Neyrocarahiyada dəydim. Yəni, hər bütün xəstəxanalarda ki, naməlum bir şəxs gəlib-gəlməyib, şəkil göstərirdim. Deyirdilər ki, yox. Axırda o vaxtın bizim kanallarımızın birinə getdim və şəkili verdim. Dedim ki, bu cinayət işinin verişindən sonra göstərirdilər. Dedim, mən papamı da göstəririm, bəlkə tapıldı. Axşam idi, göstərəndən sonra bir təxmini 10-15 dəqiqə keçəndən sonra mənə zəng gəldi telefona. Yasamalda qalırdım, nənəmin evində. Mənə zəng gəldi ki, bəs sizin atanız buradadır. Getdim Neyrocarahiyaya, gördüm ki, atamın maşın vurub Nargilədə, baş beyin ağır dərəcəli əzilməsi. Yəni, bu adam komaya düşüb, komadadır və 9 ay komada xəstəxanada yatanda mən hər gün gedirdim Yasamalda, nənəm pişirirdi sulu yeməklər, mən gedirdim, ora aparırdım, axşam qayıdırdım. Səhər ora gedirdim, axşam qayıdırdım. Ona baxırdım. Həmən vaxt mənim şirkətim var idi və tibb bacılara, həkimə, yəni xahiş edirdim ki, nə müalicə varsa, onları həmən papama olsun. 9 aydan sonra mənə zəng elədilər. Dedilər ki, zəhmət olmasa gəlin. Demədilər rəhmətə, zəhmət olmasa gəlin. Mən də elə yoldaydım.
Qalxdım yuxarı, dedilər ki, ata rəhmətə gedib, aparmışıq biz xəstəxana morquna. Atam rəhmətə gedəndə udar oldu. Mənə bilirsiniz, yəni ümumiyyətlə orada yenə də hardasa mən ürəyimi çox bir faizli bir sevgisini itirdim, həyatımın sevgisini itirdim. Mamam o vaxt ondan qabaq rəhmətə getdi, Rusiyada xarici ölkədə. Yəni ümumiyyətlə mən valideynsiz qaldım. Hal-hazırda bacım Rusiyadadır, evlidir, yaşayır, ümumiyyətlə öz həyatı qurub. Mən ümumiyyətlə elə bir insanam ki, mən heç bir insana yük olmamışam, olmuram və olmayacam da. Mənim xasiyyətim o deyil. Çünki yenə də deyirəm, mən şükür olsun Allaha indiyə kimi 40 yaşım var, həmişə də işləmişəm. Bilirəm ki, yəni potensialım məndə böyükdür. 17 yaşında mamam Rusiyada olaraq bacımın yanında zəng gəlib telefona, vaxt köhnə telefona, atam trubkanı götürdü və başladı danışmağa bacımla. Bilirdim ki, bacım. Və mən otaqdaydım, eşidirdim bu danışanda. Belə sadə bir danışıq idi. Və momentində mən eşitdim ki, papa telefonda dedi ki, "Всё." Bu momentdə mən tutdum ki, mamam orada rəhmətə getdi. Girdim balkona, başladım ağlamağa və yığdım dostuma. Dedim ki, götür dükandan arağı, gəl evə. O vaxt atam başqa bir qadınla yaşayırdı. Mən də onun evindəydim, onun qadının evində. Və qadına dedim ki, mənim dostum qonaq gəlir. Bu da qadın qarışıb bir stolu zada açıb, salat doğrayıb, yemək pişirib. Dostum gəldi, keçdi otağa. Mən o vaxt içki içmirdim, futbolla məşğul olurdum. Burada həm futbolla məşğulum, Tofiq Bəhram stadionunun yanında məşq eləyirdim. Özüm də Arsenal Baku futbol klubunu açmışam özüm, Affada o vaxt. Həvəskələr arasında liqada oynayırdıq biz. Uşaqları yığmışdım. Oranın prezidenti idim Arsenal Baku futbol klubunu. İçki içmirdim. Bu gətirəndə mən otaqda əlbəttə ki, atam yox idi. 4 otaqlı evdir. İçki içirdim, süzürdü. Dedim, süz. Bu qardaşım, dostum da. Dostum qayıdır, baxır gözümdən ki, sən içki içmirdin axı. Dedim, süz. Mamam rəhmətə getdi. İlk dəfə orada içdim. Bu süzdü, mən içdim. Yemək yedim, yenə süzdü. Bu süzəndən sonra armud stəkanları idi axı. Papam girdi otağa. Papam məndə içən idi, o da içki içirdi. Girdi otağa, baxdı stola və bir dənə söz dedi ki, yaxın durmadı da stola, qapıdan. Dedi, sən buna görə bütün həyatı əziyyət çəkəcəksən. Dedim, papa, nədir bu? Dedim, bu sudur da, adi sudur. Başladım bu armudu stəkanından qurtdum içməyə ki, sübut edim ki, papaya ki, bu sudur da. Düzdür, yanırdı, buram yanırdı. Çox belə nipriyatlı hissləri olub. Dostum yanında ola-ola gözləri belə qaldı ki, mən o içkini arağı nətər qurtdum su kimi içirəm da. Papam döndü, getdi. Elə o vaxtdan mən başladım içki içməyə. Bəzilər deyir ki, həm yaxşı hisslərdə də insanlar alkoqolu istifadə edirlər, həm də pis hisslərdə. Mən yaxşı hisslərdə alkoqolu istifadə etmirdim. Mən pis hisslərdə istifadə edirdim. Mən deyərdim ki, reallıqdan qaçmaq üçün. Çünki mən, yenə deyirəm, mən başıma o fikirlər, pis fikirlər gələndə problemlər, bərk bir problemlər, mən dediyim kimi, çox ballı olan problemlər gələndə, çox zərbələr olanda, psixoloji zərbələrdə, yəni adi problemlərdir, problemi həll etmək olar. Amma bu emosional zərbələr gələndə mən belə deyərdim ki, mən çıxış yolu tapmadığım üçün, məni bu ağrı, içimdəki boşluğu yox, elə bu ağrını aradan götürmək üçün, reallıqdan qaçmaq üçün içki istifadə edirdim o vaxt. Ailə qurdum, fəxr edirdim ki, Azərbaycanda toy eləmişəm, yoldaşım Azərbaycanlıdır.
adət-ənənələr ləzzət eləyirdi. Ümumiyyətlə, mən o ailədə xoşbəxtliyim var idi. Mən hətta öz toyumda biz yoldaşımla o qədər xoşbəxt idik, yəni o qədər o toyda da xoşbəxt idik ki, yəni valla biz o hətta yəni bu sözlə demək olmur. Və o xoşbəxtliyi mən yaşamışam, xoşbəxtlik də normal idi. Əlbəttə ki, mənim həyatımda içki var idi. Çünki o zərbə, o travma hansı ki, mənim atamı itirmişəm toydan qabaq, özünü göstərirdi. Gözəl bir övladım oldu. O vaxt mənim biznes partnyorlar var idi, hansı ki, bizdə asılılıq yox, vərdiş yarandı ki, biz həftədə 5-ci gün yığışırdıq və restorana gedirdik. Belədir ki, toylara da gedirdim. Toyda da həmən biznes partnyorlarımdır, dostlarımla, tanışlarımla içirdim. İçki içirdim. Həmən radələrdə mən Gürcüstanda restoran açmışam, Batumidə, şərik olaraq. Gözəl bir proyekt idi. Daniels kokteyl bar idi. Çox gələcəyi görən planlarım var idi. 3 ölkədə o həmənki barların kokteyl, əsl o tematikası olan kokteyllərin tarixçəsi olan bir kokteyl klublar, barlar deyək, açmağa və orada mənim o şəriklərim məni bir balaca anlaşılmamaz olduğu üçün mən dağa da get-gedə içkiyə çox meyilli olmağa başladım. Və günləri bir günü sonda yoldaşım bilirdi onu. Mən get-gedə artırım oldu içkidən. Və get-gedə əlbəttə ki, ailədə də problem yaranmışdı ona görə yoldaşımla. Və günləri bir günü yoldaşım, mən gəldim evə, yoldaşım o vaxt hamilə idi. Və mən gəldim, yoldaşım, əlbəttə ki, hər bir xanım istəməz ki, onun yoldaşı içkiyə çox bir meyilli olsun. Mən gəldim və içkili vəziyyətində başladıq sporlaşmağa. Sporlaşan zaman əl qaldırdım və yatdım. Səhər ayrılanda gördüm ki, yoldaşım evdə yoxdur. O vaxt biz başqa bir ev almışıq. Mən burada işləyə, bu biraz yığmışam. Həm qaynatan biraz kömək elədi. Ev aldıq və baxdım sağa sola, gördüm ki, yoldaşım yoxdur, başa düşmədim. Mən də həmən zaman amneziya deyəsi bir şey əmələ gəlirdi. Nədir o? Yəni, bəzi nüanslar, axşam olduğun, içkili olduğun zaman, bəzi nüanslar yadımda qalmamışdı. Və başladım onun mobil nömrəsini yığmağa. Birinci götürmədi, ondan sonra bir qadın götürdü. Dedi ki, sizin yoldaşınız xəstəxanadadır. Mən dedim, bəs nə oldu? Dedi, uşağınız ölüb. Mən gəldim, gördüm ki, yoldaşım ağlayır və soruşdum ki, nə olmuşdu? Dedi ki, sənin yadında deyil, sən mənim qarın nahəsinə zərbə vurdun və uşaq öldü. Belə. Bu da içkinin fəsadlarıdır. Ailəmi davam elədi, oğlum gəldi və mən başladım Türkiyəyə gəlib işləməyə. Pulu göndərdim və mənə elə gəlir ki, bu rəfiqələr də var idi. O vaxt rəfiqələr 2-3 dəfə evli idilər, boşanmışdılar və rəfiqələr ona bu yola çəkdilər ki, sən, yoldaşım da yaxşı yerdə işləyirdi, İngilis dili, Alman dili müəlliməsi idi. Çəkdilər bunu yol və mənə birdən-birə gördüm ki, boşanma kağızı göndərdi Türkiyəyə. Elə bir depresiya düşdüm orada. Başladım hər gün içki içməyə. İşdə o dərəcəyə gəldim, çıxdım ki, internetdə elan yerləşdirdim ki, öz orqanlarımı satışa çıxartdım. Və orqanlar satandan sonra oğluma pul göndərilsin. Yəni, depressiyada mən yaşamaq istəmirdim. Və bu, mənlə işləyən oğlan məni qaytardı. Və belə də belə ailəm dağıldı. Bilirsiniz, mən belə bir insanım ki, yəni birinci döyüşdə mən məğlubiyyət olan insan deyiləm. Həmişə özümdə güc tapıb, yenidən təzədən çəməndər quşu kimi yenidən dirilirəm də. Güldən yenidən özümü qururam.
Həmişə mən belə bir insanam. Bu da özümə daxili bir motivasiyadır ki, mən özümdə güc tapdım və qalxdım, gözünə danışırdım, motivasiya verirdim ki, bu həyatın sonu deyil. Əlbəttə ki, ondan sonra pisləşib, yəni o içkini istifadə edib depressiyada, ondan sonra yenə də güzgə gəlirdim ki, yox, baxırdım gözümə baxanda ruhumu görürdüm, öz ruhumu görürdüm və ruhuma deyirdim ki, bu hələ son deyil. Mən maraq üçün getdim Azərbaycandan. Maraq üçün ki, doğrudan da dünyanı görmək üçün mən getdim. Əlbəttə ki, boşalandan sonra mən heç bir şey saxlamırdı Azərbaycanda. Mənə Azərbaycanda nə saxlayar ki? Atam yox, anam yox, ailəm yox, yoldaşımla ayrılmışam. Mən dünyanı görüm. Və o məqsədə də çatmışam. 13 dənə ölkədə yaşadım, işlədim. Bilirsiniz, hansı ölkədə yaşadımsa, mən o qayda qanunu götürürəm. Hansı millətin içində olsam, mən o adət-ənəni götürürəm özümə və hörmətlə yanaşıram. Mən indi hal-hazırda ərəb dili bilirəm, ingilis dili təmiz bilirəm, rus dilini, türk dilini, Azərbaycan dilini, Poloniya dili, Alman dilində danışıram. Belə də fransız dilində salam salonunda istər-istəməz mədəni olaraq başa sala bilirəm ki, insana öz fikirlərimi izah eləyə bilirəm. Bunlar yığılmış travmalar mənim içimdə və ondan sonra mən belə deyərdim ki, Lori dilində partlayış olub. Partlayış olub ki, həm bu axırıncı mən bura çöldə qalmağım, depressiyamı, o həmənki emosional udarım, emosional zərbə mənə gətirdi, çıxartdı ki, bu son pik nöqtəsinə. Bu pik nöqtəsində də mən başladım çöldə qalmağa. Mənim beynimdə heç bir fikir yox idi. Mənim beynim boş idi. Mənim heç bir şeyə maraq yox idi. Mən belə deyərdim. Mənim məqsədim yox idi. Açıqını deyim ki, mən reabilitasiya mərkəzinə gedəndə, Tərlan bəy Təmiz Həyat Reabilitasiya Mərkəzində mənə aparanda, mən içəri girdim və bilirsiniz, o qədər mən qayğı hiss elədim. O insanlar mənə qayğı göstərdiyi qayğı, məhz mənə o qayğı çatmırdı. Həmən dəqiqədə, həmən zaman mənə o qayğı çatmırdı. O insanlar hansı ki, bu boyda insanlar mən gülərüz gəlirdi, qaşılayırdı. Məni, bu istiliyi mən hiss elədim orada. Mən dedim, məhz bu mənə çatmırdı. Mən orada hər gün reabilitasiya mərkəzində deyirdim ki, o qədər mən özümü xoşbəxt hiss edirəm ki, bu insanlar mənə o boyda qayğını göstəriblər. Elə bil ki, onlar tapdılar da mənə nə lazım idi həmən moment. Həmən gün, indi də xatırlayıram, çətin də olsa, çox emosional danışsam da, bu xanım məni çəkiş eləyəndən sonra reabilitasiya mərkəzinin rəhbəri gəldi və dedi ki, sən narahat olma, hər şey yaxşı olacaq, gəl, gedək və sənin həyatının dəyişiləcək. Elə də oldu. Məhz reabilitasiya mərkəzinin sahəsində indi hal-hazırda mən özümü belə yaxşı hiss edirəm və qoyduğum məqsədlərimə doğru gedirəm. 3 gün ərzində mənim ağrılarım var idi. Amma o ağrılar daha doğrusu fikirlər olaraq, psixoloji ağrılar idi onlar. Psixoloji ağrılar idi, yenə də o ilk günlər o fikirlər dəyişilirdi. Bizim əlbəttə ki, bu profesional dilində emosional kaçeldə idim. Pozitivdən negativə, negativdən pozitivə yönləndirirdi. Bir tərəfdən bilirsiniz, o fikirlər o idi ki, yenə də mənə imkan vermirdi ki, sən sovist nədir, vicdan məni çox, mən ümumiyyətlə vicdanlı adamam. Vicdan məni çox narahat eləyirdi ki, bəs sən yaxşı, nətər oldu ki, sən özünü belə bir nöqtəsinə gətirdin, sən çöldə başladın yaşamağa. Bir yandan səs deyirdi ki, çöldə yaşamaq bir tərəfdən təcrübədir. Sən onları oranı da gördün. Bu həyatda hər bir şeyi gördün sən. Sən diblərini gördün, sən uçurumu gördün, sən zirvələri gördün, sən bütün mentalitetləri gördün, bu səs mənə onu deyirdi. Sənin təcrübən çoxdur. Bir tərəfdən səs deyirdi ki, bax gör bu qayğı da, doğrudan da bu qayğının mən
Sağ olsunlar ki, o qədər qayğı göstərdilər mənə. 4-cü ayda, 5-ci ayda doğrudan da məndə maraq və inam yaradılıb. Mənim inkarım belə deyim ki, sınıb. Və mən başladım inanmağa, mənim marağım yaranmışdı ki, görərsən bu bəlkə bir şans verim, bəlkə doğrudan da bu mənim ziyanıma işləməz ki, şans verim, xeyrimə işləyər. O mənəvi dirçəliş prosesi mənə doğrudan da dəyişib. Mən doğrudan da dəyişib ki, mən öz dibləri gördüm. Orada prosesdə ola mən öz dibləri gördüm. Mən özümlə işlədim. Mən xəstəliyimi tanıdım. Mənə motivasiya verdi bu proqram və bu qayğı, bu hörmət, bu proses, bu proqram mənə doğrudan da çox yaxşı işlədi. Mən indi hal-hazırda özümü elə hiss edirəm ki, mən hər bir cüzi bir şeydən həzz ala bilirəm. Məsələ, mən həyatda yaşamaq istəyirəm. Belə. Mən həyatda yaşamaq istəyirəm. Mən xoşbəxtəm ki, mən yaşayıram və mənim sağlamlığım var. Mən xoşbəxtəm ki, mən nəfəs alıram. Mən kaş ki, demək istəmirəm. Nə olubsa, значит, olmalıdır. Demək olmalıdır və olubsa, bu mənə daha da güclü edib. Bizi öldürməyən hər bir şey bizi daha da güclü edir. Yəni, mən bu sözə inanıram və hər bir günümə şükür edirəm. Kaş ki, mən deyərdim ki, gəlməzdim ilk gündə skameykaya oturmazdım, ben belə deyim. Çünki skameykada oturub heç bir hərəkət etməmək rahatdır. Amma həyat mübarizədir. Parkda, küçədə mən yenə çıxmazdım və qərar verməzdim ki, mən ilk növbədə deyirdim ki, 1-2 həftə, ondan sonra güc tapıb yenə də təzədən atımları ataram da. Mən 16 ildən sonra Azərbaycanda qayıdandan sonra mən elə fikirləşirəm ki, mənim üçün bu tanımayan bir ölkədir də. Sonra da mən öz-özümə dedim ki, tanımayan ölkədir, o sənin sikiyandır. O tanımayan ölkədə qalib gəlməyə, bu sənin yolundur, bu sənin talihin, bu sənin həyatındır, bu sənindir. Amma ki, o bilmirəm nəsə olur, bəlkə mənim yaşım çoxdur. Mən o skameykada oturandan sonra o içki başladım içməyə daha çox. Yəni, bir var ki, biraz kontrolda saxlamağa, bir var ki, içki kontrolsuz içməyə. Mən o içki elə bir apardı. Bir də mən gözü açdım ki, bir il keçib. Mən çöldəyəm. Ümumiyyətcə, mənim missiyamı indi hal-hazırda həyatımda əlbəttə ki, başqa bir dar gününə, bu həyat talihin dar gününə düşən insanlara kömək etmək mənim missiyamdır, motivasiya vermək mənim missiyamdır. Bilirsiniz, yəni hər şeyin problemlərin üstündən qurulmur. Hər bir problemin içində bir çıxış yolu var. Hər bir insan öz istəklə, öz gücü ilə, öz enerjinin, hər bir insan qəhrəman ola bilər. Hər bir insan qəhrəman ola bilər öz həyatında. Hər bir insan öz həyatını idarə edə bilər. Və ona inan və hərəkət etməklə yollar açılır, qapılar açılır. İnanılmaz, fantastik olaraq yolda bir də görsən ki, elə bir fürsət yaradılır ki, 180 dərəcədə həyat sönür, fantastik olaraq. Yəni, möcüzələr doğrudan da bu həyatda var. Bu möcüzələr mən görmüşəm və mən bu möcüzələr şahidiyəm. Yəni, ümumiyyətcə, mən reabilitasiya mərkəzindən çıxanda mən bilirdim ki, mənim, əlbəttə ki, reabilitasiya mərkəzi rəhbəri indiyə kimi mənim ən yaxın dostum, qardaşımdır. Amma bir şeydən danışmaq istəyirəm ki, bu doğrudan da möcüzədir. 21 il bundan qabaq mən İçəri şəhərin otelinin birində general manager, baş meneceri vəzifəsində işləyirdim. Təzə işlər düzəltmişdim və günləri bir günü mən işə gələndə bir oğlanla rastlaşdım, bir adamla rastlaşdım və gördüm ki, metronun yanında, gördüm ki, bu insan gördüm, dükana girib bir şey alanda belə bir seçim eləyir ki,
belə bir ki, enerjili bir adamdır ki, mən momentallə bunun gözlərindən baxanda tutdum ki, bu insan doğrudan da enerjili və yaşamaq istəyən bir enerjili bir insandır. Yaxınlaşdım ona, hiss elədim ki, onun enerjinin mən onu hiss elədim. Bu şuurun altından hissiyyət mən deyərdim. Belə bir adlandırardım bu bir hissiyyəti. Mən ondan hiss elədim və yaxınlaşdım ona. Dedim, adın nədir? Bu dedi ki, öz adını deyib. Dedim ki, sən sabahdan mənim köməkçim işləyərsən bu həmin oteldə. Bu əlbəttə ki, inanmırdı. Dedim, sənin evində kostyumun var, qalstukun. Dedi ki, hə var. Dedim, sabah kostyum giyinirsən, gəlirsən Qoşa Qala qapısının yanında. Mən orada səni qarşılayarım, mənə zəng etsin, mən səni qarşılayarım, sən mənim yanımda işləyəcəksən. Mən belə qərara gəldim. Çünki bilirdim ki, bu insan doğrudan da həmən otelin konsepsiyasında çox böyük kömək edə bilər və onu işə aparmağına həm mənə də, həm də kömək edə bilər. Və bu insan sabahki gün gələndə gördü ki, mən onu qarşıladım. Biz getdik, oturduq kabinə, dedim, sən burada işləyəcəksən. Rəhbər gələndən sonra dedi ki, bəs bu insan hardan gəlib? Deyirəm, bu insan mənim yanımda işləyəcək. Bəs onda bizə lazımdır, biz ona maaşı verə bilmərik. Dedim, siz verə bilməyirsiniz, mən özüm maaşı ona verə bilərəm. İşlədik, ondan sonra elə oldu ki, mən işdən çıxmışam və biz ayrıldı, yollarımız ayrıldı. Və 21 il keçəndən sonra, mən reabilitasiya mərkəzindən çıxandan sonra mən gördüm ki, bu insan məni tapıb. Əlbəttə ki, gəldim, o insanla görüşdüm və bu insan mənə indi hal-hazırda dedi ki, gəl gedək bir dükana, şəhərin ən bahalı dükanların birində girdi və mənə kostyum aldı. Əlimdəki kostyumdur, çox bahalı bir kostyumdur və kostyumun içərisində belə göstərim, Deniz yazıb, mənim adım Denisdir, yəni Deniz yazıb və mənə dedi ki, əsas məqsəd biz tanış olanda sən mənə dedin ki, get evində kostyumu giyin. Bu kostyumu mən sənə hədiyyə etmək istəyirəm. Mənim əlbəttə ki, Azərbaycan heç kimi olmadığı üçün, 15 yəni uzun bir müddət olmadığı üçün, mən qayıdandan sonra əlbəttə ki, mən burada kirayədə qalmaq məqsədim var idi və dedi ki, yox, sən gedərsən, mənim evimdə yaşayarsan, mən sənə evini verirəm. 2 mərtəbəli ev verib və dedi ki, sənə hər türlü, hər bir cür mənim kömək sənə eləyəcəm. Çünki biz dostuq. Və indi kimi bu insan, belə deyim ki, hər gün mənə zəng edib və hər gün mənə kömək göstərir. Yəni, mən elə fikirləşirəm ki, bu möcüzədir. Belə deyərdim, çöldə qalanda mən heç vaxt acından ölmürdüm, ac qalmırdım. Çünki çox restoranlar var, hansı ki, yaxınlaşan momentində heç, belə deyim ki, söz demədən gedirdilər ki, və yeni pişirmiş yeməklər çıxardırdı, verirdi çöldə qalan insanlara. Mən onlara doğrudan da çox minnətdarlıq bildirmək istəyirəm. Adlarını da çəkməyim, reklam kimi olmasın. Amma onlar doğrudan da heç vaxt özü çöndərmirlər, durmurlar, yəni həmişə kömək eləyirlər. O vaxt çöldə qalan insanlarla hamısından mənim əlaqəm var idi və onlardan biri Gəncədən bir Faik adından bir kişi var idi. Siz təsəvvür edin ki, bu insan hər gün gəlirdi mən olduğum yerə və hər gün mənə yemək gətirirdi, restoran yeməkləri gətirirdi. Hər gün gəlirdi mənə, çıxardırdı cibindən pulu, qoyurdu skameykaya, deyirdi ki, nə istəsən, yəni Allah yeyək. Bu insan hər gün mənə kitab oxuyurdu. Həm Azərbaycan dilində, həm də Rus dilində. Gün olmayıb ki, bu adam mənim qarşıma çıxmasın. Mən belə gəzirdim, bir də gördüm ki, qabağıma çıxırdı. Bir də gördüm, qabağına çıxırdı. Bu insan o qədər saf insandır ki, həm bununla danışırdıq, gülürdük və bir balaca bu mənə doğrudan da bu verir də, məndə depressiya idi, mən özümü qınayırdım ki, belə həyat yaşayıram, çöl həyatı.
Mən özümü çox qınayırdım və bu adam hər gün gəlirdi mənim yanıma, tapırdı məni. Özü də çöl həyatı yaşaya-yaşaya bu adam başqa bir insan, hansı ki çöldə yaşayan bir insana belə bir qayğı göstərirdi. İndi də mən hal-hazırda yaşadığım həyat, bu reabilitasiya mərkəzinin müalicəni bitirəndən sonra indi özüm də missiyam odur ki, yəni başqasına kömək etmək üçün özüm istəyi var ki, bu insana kömək edim və reabilitasiya mərkəzinə yerləşdirim. Məsələ dünən mən onu bütün günü axtardım, düzdür tapa bilmədim. Hər gün onu axtarıram. Sabir bağında da tez-tez olur o adam. 12-dən sonra o skamikada yatır gecəsi. Onu axtarıram və istəyirəm ki, reabilitasiya mərkəzi yerləşdiririm. Həmən sahib parfümeriya şirkətinin rəhbəri mənim dostum olaraq özünü mənəviyyəti göstərmiş və razılaşmış ki, o reabilitasiya mərkəzinin ödənişi o eləsin. Bildiniz, həmən o adamın müalicəsinin öz öhdəsinə götürsün və həmən Təmiz Həyat Reabilitasiya Mərkəzinin rəhbəri Tərlan bəy öz tərəfindən də kömək göstərməyə hazırdır və indi hal-hazırda biz danışdığım kimi hər gün bunu axşamlar axtarırıq və onu aparıb və müalicəni etmək istəyirik. Sonunda da belə mən bir söz demək istəyirəm ki, bu dünyada insan bu dünyaya gəlib ki, başqa insana kömək etsin. Dar zamanda, dar günlərdə, çətin zamanlarda bir-birinə kömək eləsin. Yəni ümumiyyətcə bu dünyada, bu dünyanın sonu da axırda da gəlib ona çıxacaq ki, insanlar bir-birinə kömək edəcək. Mən çox danışa bilərdim belə. Mən insanlar gördüm ki, təbii fəlakət zamanı qan düşməni bir-birini bucaqlaşıb çöldə bir-birinə istilik, soyuq havada bir-birinə istilik verən insanları gördüm, halbuki qan düşməni olaraq. Yəni, mənim sözüm odur ki, heç vaxt keçəndə hansı bir yeri görürsünüz ki, insan skameykada yatırsa, hansı bir çöldə qalırsa, bilmiyorum ki, bu insan yaşamağa layiqli bir insan deyil. Xeyr, o səhv fikirdir. Bu dünyada talehin zərbələri elə ola bilər ki, heç kim sığortalanmayıb. Çətin zamana düşmək, çətin bir vəziyyətə düşməyə. Sözüm buradan izləyicilərimə odur ki, həmişə keçəndə heç olmasa bir kəlmə ilə bu insana yardım etməyə çalışın. Çünki bu insan tək-tənha bu dünyada qalıb. Yəni, bu insanın içində tənhalıq var. Tənhalıq var. Bu insana çalışın ki, bir kömək eləyin. Yəni, gücünü çatana kimi, mən yenə də deyirəm, maddi tərəf bu dünyanı heç bir şey deyil. Yəni, mənəvi tərəfindən bir söz deyin, bir motivasiya verin yaşamaq üçün. Çünki bu dünyada həyat, yaşamaq həyatı çox böyük bir şeydir bu insana da, bu insanlara. Yaşayış, həyat çox gözəl bir hədiyyədir Allahdan. Yaşamaq üçün, yaşamaq lazımdır və ümumiyyətcə mənəviyyəti göstərmək lazımdır. Mənəviyyəti göstərəndən sonra get-gedə hər bir tərəfindən, hər bir xalq mənəviyyəti göstərəndən sonra xoşbəxt yaşayar. Çalışın, xoşbəxt olaq.